Salam əziz dostlar. Bu günləri bizim əsas bu çəkdiyimiz video informasiya baxımlı videodur. Burada biz sizə nədən danışacağıq? Burada biz sizə meqometr, yəni gördüyümüz Meyerdən məlumat verəcəyik, informasiya verəcəyik və onun ölçülməsi haqqında danışacağıq. Və burada bizim avadanlıqlarımızı meqometrdə necə yoxlayacağıq? Saz və nasaz avadanlıqları məlumatını verəcəyik. İlkin növbə olaraq bizə mənim tələbəm, yəni ki, Sumqayıtdan gəlir Əvəz, yəni ki, energetik mühəndis. O bizə köməkdə eləyəcək bu videonu çəkməkdə. Birinci bunu mən sizə balaca da olsa nəzəri tərəfi haqqında məlumat vermək istəyirəm. Zəhmət olmasa. Bu burada bizim gördüyümüz kimi, bu yəni ki, bizim hamı bilir, xüsusi müqavimətdən söhbət gedir burada. Yəni ki, burada biz bilirik ki, bu avadanlıqlarımızın daxilində, bu bizim mühərriklərimizin, bu transformatorlarımız olsun, generatorlarımız olsun, hamısının daxilində sarğı var. Nədə ki, sarğı varsa, bunlar induktivlik sayılır. Və bunların daxilində sarğı olduğu üçün, yəni ki, bu xüsusi müqavimətə baxdıqda, biz bilirik ki, xüsusi müqavimətdə bu bizdə L, yəni ki, naqilmizin uzunluğu, S isə en kəsiyindən söhbət gedir. Mən sözün qısası, yəni ki, bu bizim mühərrikimizin əgər sarğısızsa, bu mühərrikin bizim sarğısızsa, belə götürəyim, misal 3 fazalınan mühərriki götürürəm. Yəni ki, bu sarğının, misal 1 metr sarğı, misal üçün deyirəm, 1 ohmdursa, misal üçün 50 metr sarğımızın uzunluğu eli isə, belə götürək, belə deyək də, 50 metr olduğunda isə bu 50 ohm olacaq. Belə götürək. Yəni ki, burada müqavimət artdıqca bizim transformatorlarımızın da sarğı uzunluğu artdıqca girişində və ya çıxışında bizim də burada gərginliyimiz də artmış olacaq. Tutalım ki, belə götürək. Bizim əgər şəbəkə gərginliyimiz 380-dırsa, bunun içindəki daxilində olan sarğı, bunun daxilində sarğı buna dözməsi üçün buna yaxın bir müqavimət olmalıdır. Tutalım, belə götürək, 38 ohm. Belə götürürəm. Elə privizitivini götürürəm bu məsələni. Dedim ki, bu sahədə bunu başa salaq ki, bu nəzəri hissəsindən sonra keçək bu hissəyə. Burada da, bu bizim avadanlıqlarımız. Biz buna 380 volt veririk, bu mühərrikimizə. Bu mühərrikimizə biz 380 verəcəyikdə, o xüsusi müqavimətə görə bunun daxili müqaviməti o müqavimətə dözməlidir. Əsas bu avadanlıqlar, bunun şəbəkə gərginliyə dözməsi üçün, əsas bu meqometr deyəndə izolyasiya müqavimətini ölçmək üçün olan avadanlıqdır. Bu əlimizdə gördüyünüz kimi iki cür meqometr var. Birincisi diskret, analog, ikincisi isə nədir? Digital meqometrdir. Demək ki, burada bizdə izolyasiya müqaviməti dedikdə, mühərrikin daxilində nəmlənmə baş verdikdə və yaxud da ki, çirklənmə baş verdikdə bunun daxili müqaviməti aşağı düşür və biz bu şəbəkəyə bu gərginliyi verdikdə bu qısa qapanmaya, böyük bir hadisəyə gətirib, qısa qapanmaya gətirib çıxarda bilir. Və biz də bundan, mühərriklərimiz olur, sahədə işləyən mühərriklərimiz olur, su altında qalan mühərriklərimiz olur, çirklənən mühərriklərimiz olur, indi ən çox istehsalatdan söhbət gedir. Ona görə də biz bunun izolyasiya müqavimətini ölçmək üçün nədən istifadə edirik? Bax, bu dediyimiz avadanlıqdan istifadə etmiş oluruq. Bu, yəni izolyasiya müqavimətinin ölçülməsinə absorpsiya əmsalı deyirlər. Absorpsiya əmsalı bilən energetiklər bilir ki, bir vahid göstərilir. Vahiddən aşağı olduqda, yəni ki, bunun izolyasiya müqaviməti pozulmuş sayılır. Biz indi bax, bu əlimdəki digital meqometr haqqında danışım. Bax, burada gördüyümüz kimi, bax, bu düzdür, sadə olsa da biz yəni ki, öz ev şəraiti istifadə edirik bundan. Bax, burada bizim, bax, bu iki dənə nöqtə, bax, gördüyümüz kimi. Bax, bu Q hərfi və bu C. Bunun özündə bir xüsusi bir şey var ki, bu burada nədir ki, dəyişən gərginliyi ölçmək üçün. Bax, aca qoyuruq, burada biz 600 volta qədər bunları qoymaqla qarayı və C 600 volta qədər ölçü apara bilirik. Əsas yəni bizdə bu meqometr hissəsi isə, bax, burada öz
öz hissəsidir və line xəttidir. Bax, biz qaranı taxırıq özə, yəni ki, torpaq xəttinə və line xəttinə taxırıq. Və burada gördüyümüz kimi bunun əsas iş prinsipi budur ki, bax, bu özündən, bax, 500 volta qədər gərginli DC, direct correction, cərəyan verir, gərginlik verə bilir. Bax, 1000 volt, 2500 volt. İndi biz bunu, bax, bunu multitesterə bağlayaq, multitesterə bağlayaq bunu. Multitesterə bağlayaq. Birinci 500 volta qoymuşam DC. Bax, multitesterimi də DC-yə qoymuşam. Bax, burada da mən bax, test düyməsini basıram. Bax, sınaq düyməsi burada. 500 bastım, 500 voltu. Bax, gördüyümüz 500 volt bizə DC verdi. İndi bunu söndürək və 1000 volta qoyaq. 1000 volta qoyduq. Gördüyümüz ki 1000 volt. İndi düzdür, bizim avadanlığımız 2500, bu multitesterimiz 2500 voltu ölçə bilməyəcək. Belə. Gördüyümüz kimi bu avadanlığı göstərdik ki, burada ən önəmli şeylərdən biri də budur ki, əgər bizim avadanlığımız hansı gərginliklə işləyirsə, biz burada da o gərginliklə bunu sınaq etməliyik. Yox, özündən yuxarı gərginliklərlə biz iş prinsipi görəcəksə, bu bizə düzgün məlumat verməyə də bilər, yəni ki. Buyuraq, birinci növbədə bunu nə edirik? Bax, bu qırmızı xətti qoyaq bura. Bax, korpusa qoyduq bunu, korpusa qoyduq. Və bax, bunu edirik, test düyməsini basırıq. Bax, burada bu bizə gördüyümüz kimi mühərrikimizin təmiz olduğunu göstərəcək. Görürsünüz, 550-də qaldı. İndi ikinci fazaya qoyaq. İkinci fazaya qoyaq. Görürsünüzmü? Burada görürsən, tərtəmiz olduğunu göstərdi. İkincisini qoyaq. Gördüyümüz kimi tərtəmiz olduğu qaldı. Düzdürmü? İndi bu bizim saz mühərrikin vəziyyətidir. Bizdə belə bir, indi düzdürsə belə sökmüşük, özümüz bunu nəmləndirmişik. Bu nasaz olan bir vəziyyətidir. Nasaz olan vəziyyətdə bunu yoxlayacaq. İndi bunun biz bir ucunu xəttə qoyaq, sarğıya qoyaq, bir ucunu korpusa qoyaq və test düyməsini basaq. Gördüyümüz kimi bizim korpusa 16 volt sızğı var və bu da gördüyümüz kimi sızğı, korpusa sızğı verdikdə başlayır siqnal işarəsi işləməyə. Gördüyümüz kimi, bax, korpusa sızğı verdikdə bu nə edir? Gördüyümüz kimi, bax, sızma olduqda bu başlayır siqnal verməyə və bizdə nə qədər sızğı varsa onu olduğunu göstərir. Demək ki, bu bizim meqometrlə təkcə mühərriklərin, sarğıların deyil, transformatoru sarğıların deyil, biz kabel xəttlərimizi də, yüksək gərginlik kabel xəttlərimizi ilə də bununla biz sınaq edə bilirik. Bizdə bir kabel olmadığı üçün, kabeldə isə bu nə olacaq? İnşallah gələcək imkanlar oldu, video çəkəcək. Kabelimiz əgər dolursa, demək ki, bizim kabelimiz sazdır. Yox, əgər kabelimiz dolmursa, demək ki, o nədir? Kabelimizin arasındasa bir zədə yeri var ki, o biz istədiyimiz nəticəni vermir. Bacardığımız qədər çalışdıq bu videonu çəkək. Nə suallarınız olarsa, şərh bölməsində yazmağı cavablandırarıq. Bu qədər.